Dostum, bizdə burada buğlama olmur. Bozbaş heç olmur. Bizdə burada fərqli yeməklər olur. Şırdandır, mumbardır, ilikdir, çənə kebabıdır. Heç çənə kebabı yemisən, gəl ye də. Və digər fərqli yeməklər. Sonra nə var idi orada? Toyuq kebabı var, amma fərqli bir reseptlə. İnşallah ki, qaşqaldağımız da gələcək. Yəni, gəlib bura, yəni sıradan şeylər istəməyin, dostum. Yəni, nə varsa da onu çəkib təqdim edirəm. Gəlin, dadın. Bu da gördüyünüz quzu şırdanıdır. İnşallah ki, bunu indi yeyəcəm. İpin öncədən çıxardıram ki, çək zəhmət olmasa dostumun. Yəni, gelib boğazımda qalmasın kesin höş kimi. Soğan yeməyəcəm, çünki bu dəqiqə hal-hazırda Allah şahidimdir ki, 18 dənə yumurtanı glazoklayıb, vurub elə yiyib gəlmişəm. Elə bunu belə, ona görə quzu şırdanı dedim ki, bizdə qot şırdanı da 6 manatdır. Quzu şırdanı rahat geçsin də. Bismillah. O ki, kim ki deyir, şırdan dadsız ya. Onlar bilirsiniz necə olub? Gediblər, üzr istəyirəm, bilmirlər ki, mənim bizə yekəsini ver deyib, yiyiblər qot şırdanı. Siz gəlin quzu şırdanı yeyin. Mənim üçün fərqi yoxdur ya. Qot şırdanı da dadlıdır. Amma quzu şırdanının bu dadını əvəzləyən başqa bir şey yoxdur, dostum. Çiğ köftəmiz də var. Onu deməmişdim, yadımdan çıxmışdı. Vallahi deyirəm, 6 manat bir şey deyil. Mən danışıram, biri çıxıb elə deyir, biri çıxıb belə deyir. 6 manat heç nədir. İnanın ki, heç nədir. Bugünkü gündə işçi axtarırsan, 20 manat maaş verirsən, gəlib işləyən yoxdur. 600 manat aya pul eləyir. Vallahi elə vaxt olur ki, özüm qazana bilmirəm o pulu. And ola Allaha. İşçi qazanır, mən qazana bilmirəm. Amma onunla belə bu şırdanı mən yeyə bilirəm. Allah şahidim deyə olanı deyirəm. Birdən deyər, 600 manat. Mən qazana bilmirəm. Vallahi deyirəm, elə ay olur ki, mümkün olmur da, alınmır. Gəlib mən 300 manat çıxır, 350 manat çıxır. Qazandığımı da verirəm ərzağa, ora-bura işçilərə və heç bir nəticə çıxmır ortaya. Rayon yeri üçün çox gözəl maaşdır və hər bir Azərbaycan vətəndaşı, yəni görürsən ki, məsələn 350-400 manat maaş alanda çaxçuqla falan filan gəlib çıxıb 500 manat. Təbii ki, işləyən adamlardan gedir, söhbət tənbəllərdən getmir. Yəni, bunu alıb yemək heç nədir. 6 manat ömründə bir dəfə dadasan, yəni bunu bahanə eləmək lazım deyil. İnşallah gəlin, ailə istirahət mərkəzinə dadın. Özünüzə yaxşı baxın, özünüzü qoruyun.